Bismillahirrahmanirrahim. Salam əziz dinləyicilər, hörmətli izləyicilər. Bugünkü söhbətimizdə xalqımızdan olan millətçilərlə danışmaq istəyirəm. Hər növ millətçi, müsbət, mənfi, ifratçı və ya mötədil. Siz millətçilik ideyasına inanırsınız, var olmaq, inkişaf etmək, güclü, dayanıqlı, qüdrətli olmaq üçün bunu zəruri sanırsınız. Bunun üçün atributlar, simvollar, tarixi köklər, dastanlar, əfsanələr, qəhrəmanlar icad edirsiniz. Bəli, qəhrəmanlar mövcud və gələcək nəsillərə nümunə olacaq qəhrəmanlar, şəxsiyyətlər. Gənclərimizə sitayiş olunacaq, hətta nümunə ola biləcək şəxsiyyətlər. Bir şey tapa bilməyəndə mifologiyadan faydalanırsınız. Heç vaxt həqiqi vücudu olmayan əfsanəvi adamlara şəxsiyyət vəsiqəsi də düzəldirsiniz. Almaniyada bir piano çalan tapırsınız. 3 nəsil qabaq oraya köçüblər. Tam assimilyasiya olublar. Amma nə olsun ki dilimizdə danışa bilmir. Geni, qanı, soyadı özümüzünküdür. Fransada məşhur bir rəssam tapıb onun özünə başa salırsınız ki, sən bizim soyumuzdansan. Və sonra haykü salmağa başlayırsınız ki, bu tanınmış sənət adamı bizim millətin nümayəndəsidir. Və beləcə əlinizə şəcərə götürüb qəbristanlıqları, məzar daşlarını, arxivləri və sair yerləri ələk-vələk edirsiniz. Çox yaxşıdır, zəhmət çəkirsiniz. Amma nəyə görə ağzınızın içərisində, qulağınızın dibində İranda yaşayan və soyumuzdan olan şəxsiyyətləri, dünya elminə bəhrə verib inkişaf etdirən alimləri, ulduz sayılan incəsənət xadimlərini, 2 qat, 3 qat dünya və olimpiya çempionlarını, poeziya, nəsr, fikir, düşüncə və hərb qəhrəmanlarını görməzdən gəlirsiniz. Bax, bugün sizə bu qəhrəmanlardan biri haqda danışacağam. Ümidvaram bir neçə dəqiqəlik olsa da təəssübkeşliyi kənara qoyub sözlərimə səmimiyyətlə qulaq asasınız. Təqribən 2 əsr öncədən Qarabağdan Təbrizə köçmüş Azəri soyundan olan Ayətullah Seyyid Əli Xameneyi. Hal-hazırda 86 yaşı var, ona İran İslam Respublikasının rəhbəri deyirlər. Həqiqətdə zülmə qarşı, siyonizmə və imperializmə qarşı mübarizə aparan bütün dünya azadələrinin rəhbəridir. İranın ali dini rəhbəri deyirlər, həqiqətdə inanclı müsəlmanların siyasi rəhbəri Şiə dünyasının təqlid mərcəsidir. Filosofdur, şərq-qərb fəlsəfə məktəblərinin ustadı, müəllimidir. Mübariz inqilabçı şəxsiyyətdir. 60 ildən çoxdur ki, mübarizə meydanlarında dünyanı heyrətə salacaq nailiyyətləri var. Təcrübəli və müvəffəq dövlət xadimidir. 40 ildən artıqdır ki, gərgin şəraitlərdə prezidentlikdən tutmuş ali rəhbərliyə qədər yüksək vəzifələrdə çalışıb, ölkəsini ağır sanksiyalar altında idarə etməyi bacarıb, onu dünyanın barmaq sayı ilə göstərilən ölkələr sırasına çıxarmağa nail olub. Şair, yazıcı, musiqişünasdır, şərq-qərb ədəbiyyatını mükəmməl bilən araşdırmacı, kitabşünasdır. Mütaliəçidir, müxtəlif mövzularda minlərlə kitab oxuyub. Dünya şöhrətli siyasətçidir, dünya siyasətinə təsir qoyacaq simalardandır. Hələ prezident olarkən BMT baş katibi Javier Pérez de Cuéllar onunla görüşdən sonra demişdi ki, mən ömrümdə Ayətullah Xameneyi kimi dünya siyasətini belə dərindən bilən bir şəxs görməmişəm. Bacarıqlı sərkərdədir, məharətli hərbiçi. 8 illik İran-İraq müharibəsi sadə bir müharibə deyildi. Soyuq müharibə illərində Sovetlər Birliyi və NATO heç vaxt mühüm bir məsələdə müştərək bir mövqedə olmayıblar. Bu təkcə İran-İraq müharibəsində baş verib. İraqı, Səddamı həm Sovet İttifaqı və həm də NATO ölkələri hər tərəfli himayə ediblər. Amma buna baxmayaraq İran müharibədə tam və aşkar qələbə çaldı. Baxın, Ayətullah Xameneyi bu müharibəni idarə edən bir neçə sərkərdədən biri idi. Günümüzə baxaq, bu hərb adamı, mahir strateg, 40 illik rəhbərliyi dövründə ölkəsinin hərbi imkanlarını,
müdafiə sistemlərini elə inkişaf etdirib ki, bizim strateji müttəfiqimizi, dünyanın əfsanəvi gücü sayılan İsraili atdığı səhv addıma görə dağıdır, şumlayır. Amerika prezidenti Donald Trump'ı nə günə qoyubsa, bədbəxt gün ərzində ən azı 3 dəfə sözünü dəyişir, paradoksal fikirlər səsləndirir. Baxın, araşdırılmalı şəxsiyyət budur, öyrənilməli insan budur, fəxr olunası soydaşımız budur. O, ABŞ və qlobal məsələlər barədə danışanda Amerika prezidenti dünyanı idarə edən güclər söhbətin qurtarmasını gözləmir. Səbirsizlik edirlər, sinxron tərcümə ilə qulaq asıb nə dediyini bilmək istəyirlər. Xahiş edirəm bu dahi insanın İsrail müharibəni başladıqdan sonra danışdığı bir neçə dəqiqəlik söhbətinə baxın və dinləyin. Baxın, ona görə ki, dünyanın ən mühüm analitik mərkəzləri və tədqiqat institutları onun oturmağını, bədən hərəkətlərini, qaşını çatmasını, əmmaməsini azca əyri qoymasını belə təhlil edirlər. Onun İsrailin qəfil zərbələrindən birinci dərəcəli komandirlərini şəhid etdikdən və daha nələrdən sonra necə soyuqqanlı, müdriş rəftarından danışır, yazır, təhlil edir. Kifayətlənməyib süni intellektin ən yüksək versiyası ilə onun nə düşündüyünü, nələr olacağını təxmin etmək istəyirlər. Əziz millətçi soydaşlarımız, siz çox zəhmət çəkməyin, dərindən düşünməyin. Sadəcə özünüzə icazə verin, idrakınızı azad buraxın ki, zahirdə gördüklərinizi başa düşə biləsiniz. Şübhə etmirəm ki, millətçi bacı qardaşlarımızın arasında minlərlə azad fikirli, məsələlərə obyektiv yanaşan savadlı, dəyərli insanlarımız var. Bu olayların, dediklərimin şirinliyini dadanlar az deyil. Necə ola bilər ki, Amerikada, Avropada, Afrikada və dünyanın hər yerində uşaq qatili, körpə qanı içən qəddar, quduz İsrail lənətlənsin, mənfur olsun. Planetimizin hər yerində məzlum Fələstin və Qəzzənin intiqamını alan soydaşımız Seyyid Əli Xameneyi sevilsin. Amma millətçi bacı qardaşlarımız bunu görməsin, duymasın, ləzzətini yaşamasın. Mümkün deyil, inanmaq olmur. Son sözüm bütün bunlardan sonra saxta ittiham, quru böhtan və yersiz təəssübkeşliklərlə Ayətullah Xameneyini təqbih edənlərədir. Heç olmasa əlinizi çənənizin altına qoyun, qəmli, narahat görkəm alın və dərindən ah çəkib deyin ki, bu 90 yaşlı qoca türk aslanı ümid yerimiz olan İsraili paramparça etdi. Yox, elə o quduz iti müsəlmanların üstünə qısqırdan Amerikanın, Avropanın, bir çox ərəb ölkələrinin, bir sözlə zülmə rəvac verən bütün ölkələrin ürəyini paramparça etdi.